Və cənnətin ən böyük nemətlərindən birisi nədir? Ən böyük nemət cənnətdə nədir? Allah Azza və Cəlləni görmək. Təsəvvür elə ki, bundan daha böyük nemət yoxdur. Nə qədər nemətlər var da Allah Azza və Cəllə bizə bildirib cənnətdə nələr var. Təsəvvür elə ki, ən böyük nemət Allah Azza və Cəlləni görməkdir. Hansı Allahdan söhbət gedir? Bizim ilahımız olan, heç bir şəriki olmayan. Yəni o ilah ki, o Allah ki, sən bu dünyadaykən onun uğrunda əziyyətə məruz qalmısan. Yəni insanlar səni qınayıblar, insanlar səni pisləyiblər, insanlar sənə dil uzadıblar, insanlar sənin dinindən dolayı sənə əziyyət ediblər, qohum-əqraba səndən üst çevirib, istədiyin qadından buna görə ayrılmısan, Allahın dininə görə, tərk eləmirsən iman etmədiyinə görə, nələrlə imtihan olmusan, nəyin müqabilində? İşindən məhrum olmusan, düzdür? Elə bir işdə işləmirsən ki, gəliri çoxdur, Allah o işdən razı deyil, əlinin tərsi ilə itələmirsən. Yəni, həmin o dünyada çəkmiş olduğun sıxıntı, həmin o dünyada çəkmiş olduğun əzab, əziyyət nə üçündür? Aləmlərin Rəbbi olan Allah üçündür. İndi təsəvvür elə ki, ölürsən və gedirsən Rəbbinə qovuşursan. Və Rəbbinə qovuşmaqla yanaşı, kitabını sağ tərəfinə alanlardansan. Kitabını sağ tərəfinə alanlardansan və Allah Azza və Cəllə sənə o əbədi olan cənnəti verir və cənnətin içərisində ən böyük nemət Allah Azza və Cəlləni görməkdir. Necə sələflərdən birisi deyir ki, mənə deyilsəydi ki, sən cənnətə düşəcəksən və cənnətin bütün nemətlərindən dadacaqsan. Sadəcə və sadəcə Allahı görməyəcəksən. Vallahi deyir, həsrətdən o dəqiqə qəlbim dayanardı deyir. Həsrətdən o dəqiqə qəlbim dayanardı. Yəni bütün nemətləri dadacaqsan, ancaq Allahı görməyəcəksən. Həqiqətən Allahı bilən, Allahı sevən, ilahını tanıyan bir qul üçün Allahı görməkdən məhrum edilmək bundan daha ağır bir şey yoxdur. Ona görə cənnətin nemətləri çoxdur və bu nemətlərin ən üstünü Allah Azza və Cəlləni görməkdir. Və yenə imamlardan birisi deyir ki, Allahı görmək istəyən qul nəfsinə deyir, sual verməlidir ki, nə zaman, yəni bir çox şeyləri Allah Azza və Cəllədən istəyirikdə, nə zaman deyir, əl açıb Allaha dua edib ki, ey Rəbbim, məni səni görməkdən məhrum etmə. Yəni, məni səni görməkdən məhrum etmə. Yəni, insan bu sualı öz nəfsinə verməlidir. Mən birisini görmək istəyirəm, fəqət əl açıb Allaha dua etməmişəm. Yəni, dünyada fani olan bir sevgiyə qovuşmaq üçün, fani olan, əbədi olmayan, müvəqqəti olan bir şeyə qovuşmaq üçün və ya onu görə bilmək üçün insan necə dua edir? Allahdan istəyir, israrla istəyir, qovuşmaq istəyir, görmək istəyir. Bir də düşün ki, İnsan unudub Rəbbi üçün dua etmək ki, ey Rəbbim, məni səni görməkdən məhrum etmə. Çünki bir göz ki, Rəbbini görəcək, o göz heç vaxt kədərlənməyəcək. Bir göz ki, Rəbbini görəcək, o göz heç vaxt kədərlənməyəcək. Ona görə bizə düşən şey nədir? Bütün bu nemətləri dada bilmək üçün, bu nemətləri əldə edə bilmək üçün bu dünyada səbr etmək. Yəni, bu dünyada səbr etməmiz gərəkir nəyə? Günahlara, şəhvətlərə, Allahın haram etmiş olduğu şeylərə, itaətlərə səbr etmək, namaz üzərində səbr etmək, nəfsimizin istəmədiyi, nəfsimizin xoş qəbul etmədiyi, fəqət Allahın bizə əmr etmiş olduğu şeylərə səbr etmək, səbat etmək, həmin o cənnətə bizi aparacaq ən böyük amillərdəndir. Yəni, bu dünyada səbr eləyəcəyik. Vallahi, çox sayılı günlərimiz qalıb. Yəni, elə günlərdir ki, bəlkə 3 gün, bəlkə 5 gün, bəlkə 1 ay, bəlkə 1 il, amma sonuc etibarıyla sayılı günlərimiz qalıb. Biz mütləq Allahın önündə cəmlənəcəyik. Biz mütləq Allahın önündə, Allah Azza və Cəllənin önündə toplanacağıq. Bu dünyada elə bir dad, elə bir şəhvət, elə bir günah ola bilməz ki, sən onu Allahın rızasına tərcih eləyəsən. Sən onu Allahın cənnətinə tərcih eləyəsən. Yəni, bu dünyada bunu dadım, cənnəti dadmasam da olar, cənnətə getməsəm də olar, Allahın rızasına nail olmasam da olar. Dünyada elə bir dad, dünyada elə bir ləzzət yoxdur. Ona görə İmam Əhmədin məşhur, gözəl bir sözü var. Deyir ki, ey Allahın qulu, səbr et və bil ki, deyir, sağ ayağını cənnətə qoyduğun kimi bütün dünya sıxıntıların ortadan qalxacaq, deyir. Səbr et, sağ ayağınla cənnətə girdinmi, bütün sıxıntılar bərabərində qalxacaq. Ona görə bu bir neçə günlük həyat üçün, bu bir neçə günlük günah üçün həqiqi o cənnəti, Allahın rızasını və əbədi olan bir şeyi, fani olan bir şeyə dəyişmək ağıllı insanın edə biləcəyi bir şey deyil. Səbr eləyəcək. Nəfsimiz günah eləmək istədiyi zaman, nəfsimiz şəhvətlərə meyl etdiyi zaman nəfsimizə deyəcək, dur. Vallahi dəyməz. Allah Azza və Cəllənin qəzəbini qazanmağa, Allaha asilik etməyə, Allahdan üst çevirməyə, Allahın rızasından qaçmağa bu dünyada dəyə biləcək heç bir şey yoxdur. Yəni, elə bir dönəmdə yaşayırıq ki, heç kim deyə bilməz ki, günahlar mənim üstümə gəlmir. Günahlar qoşun üstümüzə gəlir. Hər tərəfdən üstümüzə gəlir. Çölə çıxırsan, evdə televizor açırsan, telefonu əlinə alırsan. Yəni, düşün, telefonu əlinə alırsan Quran dinləmək üçün, Quran oxumaq üçün, önünə dünya ilə bağlı bir reklam çıxır.
Yəni əlini alırsan, heç əlaqəsiz bir yerdə bir qadın çıxır, bir qumar çıxır, bir faiz çıxır, bir ev çıxır, bir maşın çıxır. Yəni dünya hər tərəfdən bizi bürüyüb. Buna meyl eləmək istədiyimiz zaman, nəfsimiz buna meyl etmək istədiyi zaman dur deyəcəyik. Səbr et. Allah Azza və Cəllənin sənə vəd etmiş olduğu şeylərə qovuşmağa çox az qalıb. Həqiqətən bu bir neçə günlük həyat, bir neçə saatlıq ömrümüz Allah Azza və Cəllənin rızasını itirməyə dəyməz. Və bəzən insan oturur, baxır. Yəni sən özünü nələrdən sıxmısan, düzdür? Haram görəndə üzvü çevirirsən, günah eşidəndə qulağını tutursan, günah görəndə, haram görəndə başını aşağı indirirsən. Bir də cahiliyyə dostlarına baxırsan. Yəni baxırsan ki, cahiliyyə dostları nələr eləmirlər ki? Adamlar gedirlər, yeyirlər, içirlər, bütün dünya şəhvətlərini dadırlar və bir yerdə şeytan gəlir sənə deyir ki, bax sən hələ hardasan? Adamlar gör nələr eləyirlər. Adamlar gör nə günahlar eləyirlər. Sən bir qadına baxanda özünə gəlmirsən. Sən bir qadına baxmısan deyə oturub hönkür ağlayırsan. Sən bir günaha düşmüsən deyə gör adamlar nələr eləyirlər. Şeytan nə edir? Səni onlara baxdıraraq, onları göstərərək bir bu yerdən insana yaxınlaşır, bir də səni bəzən o cahiliyyə həyatı üçün darıxdırır. Yəni baxırsan keçmişə nələr edirdin, nə günahlara yedirdin. İndi baxırsan ki, özünü nə qədər sıxmısan. Fəqət bu sıxmağın sonu cənnətdir. İnsanın günaha meyl etməsi, günahlara qarşı səbr edə bilməməsinin aqibəti isə Allah qorusun cəhənnəmdir. Yəni təsəvvür elə sənin önündə iki yol var. Ya Allahın rızası və onun sonunda cənnət, ya da Allahın qəzəbi, onun sonunda isə yandırıb yaxan bir od var.